Bir müddət əvvəl saxtakar kursların iç yüzünü göstərmək üçün zarafatkına belə bir video paylaşmışdım ki, bir dəli şeytan deyir ki, 2 aylıq bir proqram yarat və tələbələrə de ki, sizi sıfırdan ingilis dilini tam sərbəst şəkildə öyrədirəm. Öyrənə bilməyənin isə 100% ödənişini geri qaytarıram və bir çox insanlar da buna inanmışdılar. Niyə görə inanırlar bilirsiniz? Çünki hal-hazırda belə dırnaqarası kurslar çoxdur. Tələbəyə qaranti verir ki, mən səni 40 gündən 2 aya tam sərbəst şəkildə öyrədəcəm və öyrənə bilməsən də ödənişini 100% geri qaytarıram. Tələbə də inanır və çox belə güvənli şəkildə qoşulur ki, onsuz da öyrənə bilməsəm ödənişimi geri alacağam da. Sırf bu inamla bu kurslara qoşulur. Və tələbə öyrənə bilməyəndə və ödənişini geri istəyəndə isə nə baş verir? Kurs rəhbəri, deyək ki, nə bilim, menecer, hər kimsə deyir ki, yadındadır sən filan gün dərsə filan qədər gecikmişdin. Yadındadır sən filan imtahandan yaxşı nəticə toplamamışdın. Çünki həmin o proqram ərzində həftəlik mi deyim, 10 günlük mi deyim, imtahanlar keçirilir. Və siz o imtahandan yaxşı nəticə göstərməlisiniz. Mütləq ki, həmin dərslərin hamısında iştirak etməlisiniz. Mən bildiyim proqramda, məsəl üçün, hər gün dərs var. Təsəvvür edin ki, hər gün. Və bir insanda hər hansı bir işi çıxa bilər, özünü yaxşı hiss etməyə bilər və bu səbəblərdən də bir neçə dərsə qoşulmaya bilər. Siz ödəniş geri istəyəndə bütün bunlar sizə səbəb kimi göstərilir ki, bəs sən dərsdə iştirak eləməmsən, filan dərsə gecikmisən, filan imtahanda yaxşı nəticə göstərməmsən. Və proqram da o qədər ağırdır ki, doğrudan da siz hər gün saatlarla vaxt sərf eləməlisiniz o proqramı öyrənməyə. Və bu da istər-istəməz onsuz da müəyyən zamandan sonra siz bezəcəksiniz. Bu sizə sıxıcı gələcək. Çünki nəyə görə? Siz pul ödəmişəm, mütləq öyrənməliyəm və yaxud da tam tərsi olur. Deyir ki, onsuz da öyrənə bilməsən pulu geri alacağam da düşüncəsi olur. Nəticədə sadəcə kurs rəhbəri qazanır, siz isə itirirsiniz. Çünki 2 ay ərzində, 1 ay ərzində, 3 ay ərzində sıfırdan başlayın və ingilis dilini tam öyrənim deyə bir şey yoxdur. Mən heç vaxtı heç bir tələbəyə qaranti verməmişəm ki, narahat olma, səni 100% öyrədəcəm. Çünki mən dərsin keyfiyyətinə qaranti verirəm, öyrətdiyim dərsin keyfiyyətinə qaranti verirəm. Amma tələbənin öyrənməsi, səmərəli şəkildə məşğul olması, buna vaxt ayırması onun özündən asılı olan bir prosesdir. Ona görə siz yaxşı kurs və yaxud da yaxşı müəllim tapandan sonra prosesin geri qalanı sizin özünüzdən asılıdır və çalışın ki, belə dırnaqarası reklamlara inanmayasınız.